Özümə necə valideyn olum? O qədər dəyərli sualdır ki, bu sual. Bizim uşaqlıqda bir çox hallarda bəzi ehtiyaclarımız və ya da ki, vacib ehtiyaclarımız qarşılanmaya bilib və vacib olan odur ki, terapiyada biz özümüzə valideyn olmağın yollarını öyrənək. Yəni içimizdəki o uşaq, daxilimizdəki o uşağı sağaltmağı, bir növ belə deyək də, onunla şəfqətli və anlayışlı bir münasibət, bağ qurmağı öyrənək. Çünki o qədər qorxub ki və bizdən qopub bir növ və indi bəlkə də biz bilməyərəkdən belə ola bilər ki, valideynlərimizin dili ilə, valideynlərimizin sevgi dilini, bizə göstərdiyi o bir növ davranışı ona sərgiləyə bilirik. Amma vacib və dəyərli olan odur ki, biz ona qarşı, daxilimizdəki uşağa qarşı şəfqətli və anlayışlı, bir növ daha həlim bir yerdən münasibət qurmağa çalışaq. Çünki yəni bu şəkildə bir bağ qurduqdan sonra o sağalmağa və bizə bir növ güvənməyə və inanmağa başlayacaq. Beləcə də təkcə özünə valideyn olmaq da deyil də, başqa insanlardan da yardım almağa, dəstək almağa, o sevgini qəbul etməyə, buna da açıq olun, yəni deyərdim.